Herkese salam. Kanalımıza ve videomuza hoş geldiniz hanımlar. Ne edirsiniz bacılar? Halınız, keyfiniz, əhvalınız? İnşallah yaxşısınız. Biz de çok şükür yaxşıyıq. Ne iş görürsünüz? Deyin görüm. Mən sizsiz bilirsiniz ne kadar iş görmüşəm. Ortalığı səliqə səhmana saldım. Akşam yatanda da salıram. Səhər duranda da əl gəzdirirəm. Yəni çay çörək hazırlayıb səhər yeməyimizi yeyəndə yenə ortalıq qarışır. Səliqə səhmana salıram, qoyuram. İndi nə iş görəcəm bilmirəm. Nə çəkəcəm onu da bilmirəm. Çünki bütün işlərimi görmüşəm. Buraların biraz belə qarışıq olmağına baxmayın. Orada tok çayniklərimi yumuşam, qablarımı yumuşam. Silib təmizləyib yerinə yerləşdirəcəm. Axır vaxtda tok çaynikimi orada görürdünüz. Çünki götürmək istəyirdim. Yuyub axıra çıxarmırdım ki götürəm. Axırı ki yudum, təmizlədim. Burada da mənim qızlarım, nazlarım artıq yenə qönçələməyə başlayıb. Hər yerdən qönçəsi gəlir. Bu evi sevdilər orxideyalarım. Baxın nə də gözəl kökləri gəlir. Çünki bu evə heç günəş dəymir. Heç gün görmür. Nə səhər, nə günorta, nə axşam. Ona görə də baxın belə qəşəng tomurcuq çıxardıb yenə açır mənim nazlılarım. Burada yenə qönçəsi gəlir bir balaca. Qəşəng böyüyürlər. Köklərinə baxın nə də gözəl köklər gəlir. Amma qaranlıq düşür, tam göstərə bilmirəm. Yarpaqları təmizlənəsidir. Gülü sevirəm də bilmirəm indi. Hərə bir şeyi sevir, mən də gülü çiçəyi sevirəm. Ata-anamdan qalan bir xasiyyətdimi deyim. Mənim atam da gülü çox sevən atalardandır. Moykanın içinə komet vurmuşam. İndi onu da qəşəng sürtüb təmizləyib parladacağım. Biraz buralar da qarışıqdır. Buna da fikir verməyin. Olur. Onu da götürüb təmizləyəcəm. Oraya turşu qoymuşam. Sadəcə altından axmasın deyə bışqıq qoymuşam. Buralar belə də yığıb yığışdıracağım. Buralar da belə. Orada görürsünüz balaca banka var. Ha deyirəm götürüm atım amma qıymıram atamıram. Niyə? Deyirəm nəsə də lazım olar da belə istifadə edərəm. Biraz da buralar qarışıqdır. Buralar nətər qarışıqdır. Uşaqlar qatıb qarışdırır. Bu mənimdir. Burada da Allah heç kim iynə dərmana salmasın. Bu mənim yoldaşımındır. Dərmanlarıdır. Şəkər dərmanı var. Dokument hazırlayıram xanımlar. Yaxında bacınız uçacaq. Hara uçacam mən? Uçacam. Onda da görərsiniz hara uçacam. Qrajdanstvam qutarırmış vaxtı. Gürcistanınki də mənim. Vaxtı qutarırmış. Dokument düzəldəsiyəm indi. Bu üst qat bacımındır. İkincisi mənimdir. Burada ortalıqdır. Yəni ki belə nə istəsək qoyuruq. Burada da bunları yerləşdirmişik. Yəni hələlik belədir də. İndi zamanla yerləşdikcə düzəldərik. Bu da o gün aldığımız duxlardan çıxan qəşəng qoxusu var. Bu stəkan niyə burada durur desəniz, qəşəng sual olar. Ona görə ki, əldən, ayaqdan olan xırda qəpiklər olur, melislər olur. Gətirirəm, içinə tökürəm, onun içinə yığıram. Ondan sonra götürüb xərcləyirik. Kaşlokum da burada durur, yenə kağız pulu. Götürürəm, gedirəm, alış-veriş edirəm. Artıq bunu götürək, biabırçılıqdır. Buralar da belə. Təmizdir. Güllərim də artıq, baxsanıza nə qəşəng böyüyürlər, nə maşallah deyin. Güllərim də qəşəng böyüyür. Çünki nəsə də bu ev güllərimə çox xeyri oldu. Güllərim canlanır, qəşəngləşir, qönçəsi gəlir, açmaya başlayır. Ona baxın, oradan qönçəsi gəlir. Qəşəng böyüyürlər. Buraya palaz almayı fikirləşirdim. Hələ pərdə də almamışım. Çox qəşəng mənə fikirlərinizi bildirdiniz ki, bəzi xanımlar tül al deyir, bəziləri o belə yığılan pərdə var, eləsi al deyir. Onun da adını bilmirəm, inansızmı? Ondan al deyir. Amma mən 100 ölçü bir biçəcəm. Bir də ki, ən önəmli olaraq özümün bütçəmə baxacam. Hansı mənə sərfəli olacaq, onu alaram. Hələlik belə durur. Yəni, mən də istəyərəm, pərdə alam, yuxarıya da alıb taxmamışam. İstəyərəm almağı, kim istəməz. Ev pərdəsiz olmaz, ev palassız olmaz. Çünki bu ay biraz naqruzqadayım. İnşallah Allah bol-bol maddiyyat yetirər, imkan yetirər, hər şeyi həll edərəm mən də. Buraya niyə palaz almıram, bilirsinizmi? Var idi mənim xona palazım, onu atdım getdi. Tuladım getdi.
güdürtməyi versəm qəşəng palaz olardı intası. Nəsə də istəmədim, çünki o bir evdə qalmışdı. Onun üstünə biraz ağrı-bəri tökmüşdülər evi uçuran vaxtı. Mən gətirəndə də gördüm hədsiz kirlənib, o nə qədər yuyulsa təmizə çıxmaz. Ona görə atdım getdi. Həm də ki, nəyə görə salmaq istəmirəm, çünki tez kirlənir. Uşaqlar hələ balacaqdır, tez kirləndirir. Ona görə belə kafeldəyik, damaşinlər geyinirik ayağımıza. Özdə bura isti polda qızlar. Hələ də, yenə də bizim ataplenlə yanır, inansınızmı? Ev yəsinə deyirik ki, söndürün də. Deyir, siz ataplenanı bağlayın, sizə isti olursa da. Aprelin 15-nə tən dedi, biz də yanacaq. Bu havada, bu istidə 20 dərəcə isti var. Mən pəncərələri də örtmüşəm. Niyə örtmüşəm, bilirsinizmi? Pəncərələri ona görə örtmüşəm ki, video çəkirəm, səs olur. Amma səhərdən belə açıq idi. Açmışdım, hava işləyirdi, bir də qapıları açmışdım. Pəncərəm yenə kirləndi qızlar. Yağış yağdı, kirləndirdi. Olsun, can sağlığı olsun, təmizləyəcəm. Ağac nə gözəl görünür, deyil mi? İnşallah sizlər üçün maraqlı bir video alındıraram. Fikirləşim, nə pişirəcəm. Sizlərə də bir fikir olar. Ondan sonra günümüzün davamına və axarına baxarıq. Nə olsa çəkəcəm sizlər üçün. Aşağıya gedirəm. Qərar verdim ki, kələm qovurması pişirəm. Hər şey var, bir kələm yoxdur. O da ki, evin yanında da avaşını tez-tez gedib alıb gəlirəm. Çöldə inanın ki, xanımlar, elə qəşəng, elə gözəl hava var. Qaşlarım da düşmüşdü. İnsan evə getmək istəmir. Çox gözəl hava durumumuz var. Əsl gəzməli havadır. Baxın, dolacaq. Dolacaq, gedirəm. Heç soyuq yoxdur. Avaşnoyun bizə belə yaxın olmağa yaxşıdır. Hər şey tezə-tezə gedib alıb gətirə bilirəm. O bir tərəfdə qalanda biraz aralı idi. Çətinlik çəkirdim, gətirib gəldikcə. Alanda çox alırdıq. Günümüzə çiçəyimizə var artıq. Ağaçlar nə də gözəl çiçək açıb. Vişnə ağaçlardır. Bizim burada vişnə ağaçları belə yoldadır. Baxın, orada da var. Görürsünüz mü? Hər yer vişnə ağacıdır. Heç kim də dərmir. İstifadə elədikləri boyda edirlər. Qalanı elə qalır üstündə qurtlayır. Kimsə gəlib desə ki, olarmı biz də dərək, yəni pişirək, heç deyəsinizmi ki, pul tələb eləyərlər. Deyir, onsu da xarab olur da, lazımsa dər apar pişirir. Yəni, çox mehriban xalıqdılar. Aldım. Gedirəm indi evə. Bişir, düşür etməyə.
yemək problemimizi həll etmiş olduq xanımlar. Qızartdım. Qazı söndürüm, artıq pişibdi. Duzla ovdum. Sizə də biraz da paylaşdım. İndi bilmirəm siz belə bişirirsiniz, bişirmirsiniz, amma biz bu cür edirik. Bunu ən çox mamam bişirər. Duzla ovur, kələmin biraz suyunu sıxır. Duzu da çox vurursa da, duzlu olursa da yuyur. Suyla da yuyur, biraz duzunu azaldır. Əgər duzunu normal vurursansa da yumur, suyunu sıxır. Elə qovrulmuş soğan çayın içinə vurur. Mən də elə o cür etdim. Duzunu qaydasında vurmuşdum, yəni duzlu deyildi. Bişirdik, belə qovurduq. İndi də burada xırda-xırda doğradığım göyərtiyi də vuraq. Qarışdıracağım beşik, ondan sonra da ki yeməyimiz hazır olacaq. Yemək problemim çözüldü. İndi bəlkə də yanına biraz kartoşka qızartdım. Bəlkə də qreçka bişirdim. Amma o da bəlkə, hələ bilmirəm. Çünki dünən axşama makaron supu bişirmişdim. Ondan var hələ xaladenikdə. Olmaz o supu çıxardarım, israf etmək, onu da istifadə edərik.
Gel balam. Ellerine sağlık anneannem. Sağ ol canım, iş olsun. Gel otur görün burada. Ali hardadır? Ali Gulanka'ya gitti. Çörək almaya gedirəm. Həmişə yoldaşım işdən gələndə alıb gətirirdi. Amma bugün zəng elədi ki, biraz işdən geç gələcəm. Bizim də çörəyimiz azalmışdı. Dedim, alım gətirim. Çox gec gələr. Mağazinlər, marketlər bağlanmış olar. Bir videonun sonuna da gəlib çatdıq demək olar xanımlar. Nə qədər çəkdim bilmirəm, amma məncə çəkdim. Burada noxud ıslağa qoydum. Sabah bunu Allah qoysa bişirəcəm. Bişirəni təmizləyəndən sonra qabıqlarını təmizləyəcəm, ondan sonra atacağım buzluğa. Ehtiyac olan vaxtı çıxardıb istifadə edərik. Buralar da belədir. Kirləri yudum, səliqə səhmana saldım. İndi yoldaşımı gözləyirəm. O da gəlsin, yeməyini verim, çayını verim. Ondan sonra bu yeri siləcəm. Biraz da pariyetlə sallasızsa da siləcəm. Ondan sonra işim qaldı demək olmaz. Belə indi mən sonlandırım videomuzu. Sağ olun, sağlıqla qalın. Allah'a əmanət olun.